Hər birinizi salamlayıram. Bugün sizinlə bir mövzu haqqında danışmaq istəyirəm. Hansı ki, bu mövzu düşünürəm ki, psixoloqa getmək istəyənlərin və yaxud da ümumiyyətlə hansısa psixoloqu izləyənlərin köməyinə çata bilər. Nəyə görə? Çünki biz kimisə izləyiriksə sosial mediada və yaxud da kimisə seçiriksə bir psixoloq kimi, onun düşüncə tərzi, onun yanaşma tərzi, onun həyata baxışı və s. bir müddətdən sonra bizə də yansıyır. Ona görə bunu ayrıca qeyd edirəm ki, sosial mediada kimi izlədiyinizə diqqət yetirin. Onun hansı düşüncələri sizə təsir göstərir, hansı fikirlərini siz öz həyatınıza tətbiq edirsiniz, bununla bağlı məlumat verəcəm. Xüsusilə psixoloq izləyən zaman, psixoloq seçən zaman nələrə diqqət yetirmək lazımdır? Kiçik bir məqamları sizinlə bölüşmək istəyirəm. İlk növbədə hansı psixoloqlardan uzaq durmaq lazımdır və yaxud da hansı psixoloqun yanaşma tərzini öz həyatınıza tətbiq etməmək daha məqsədə uyğundur. Birinci növbədə mənim üçün qəbul edilməz yol axtarıram keçmək üçün. Qəbul edilməz məqamlardan biri öz nitqində ana travması, ata travması ifadəsini işlədən şəxslərdir. Burada psixoloq da ola bilər, coach da ola bilər və yaxud da ümumiyyətlə insanlarla işləyən bir şəxs ola bilər. Bir şəxsin ki, nitqində ana travması, ata travması sözü var, o şəxsdən uzaq qaçmaq lazımdır. Çünki psixologiya bir elmdir və onun içərisində ana travması, ata travması deyilən bir şey yoxdur. Ümumiyyətlə, travma sözünü araşdırsanız, travma düşündüyümüz hər bir şeyə, hər bir hadisəyə verilən bir ad deyil. Onun elmi tərəfləri tamamilə fərqlidir. Amma bizim günümüzdə o dırnaqarası psixoloqlar hər şeyə travma şəklində yanaşır. Uşağa filan şeyi etmə travma yaşayacaq. Və yaxud da mən filan şeydən travma almışam. Mən atamdan travma almışam, anamdan travma almışam. Belə şeylər qəbul edilməzdi mənə görə. Yəni insan kimdənsə, nədənsə travma almır. Anadan travma almısansa sənin həyatında münasibətlərin kəskinləşəcək. Sən atadan travma almısansa sənin həyatında pul axını zəif olacaq, pul enerjin zəif olacaq kimi fikirlər bildirirlər. Bu tamamilə yanlış və elmi əsaslara söykənməyən bir fikirlərdir. İnsanın həyatı onun təfəkkür tərzindən, düşüncə tərzindən şəkillənir və burada ananın, atanın, valideynlərin və həyatımızda olan digər insanların rolu olsa da, konkret olaraq həyatımızda yaşadığımız hansısa bir situasiyanı ana-ata travmasına bağlamaq düzgün deyil. Odur ki, öz səhifəsində ana travması, ata travması və yaxud da öz iş təcrübəsində mən ana travmasından işləyirəm, ata travmasından işləyirəm, bu texnika ilə məşğul oluram deyə sizə yanaşan, ümumiyyətlə elə yanaşma tərzi olan psixoloqlar varsa, onlardan uzaq durmağınızı tövsiyə edərdim. Yenə öz seçiminizdir, amma mən bir fikir olaraq bildirirəm. Növbəti bir yanaşma tərzi, hansı ki mənim də bəyənmədiyim və sorğuladığım qadın və kişi enerjisi məsələsidir. Və xüsusilə də yaşam koçları, nə bilim, ümumi həyat koçları, münasibət koçları bu cümlələrdən çox istifadə edir. Əgər kişinlə münasibətini düzəltmək istəyirsənsə, qadın enerjini yüksəltməlisən və yaxud da hansısa bir qadını ələ almaq üçün sən kişi enerjini istifadə etməlisən kimi fikirlərlə insanları aldadırlar. Hansısa texnikaları tətbiq edərək mən sənin kişi enerjini artıra bilərəm, qadın enerjini artıra bilərəm. Belə bir şey yoxdur. Carl Gustav Jung var, psixologiyada, analitik psixologiyanın içərisində gedir. Bu Carl Gustav Jung'un yanaşma tərzində animus adlı anlayış var. Hansı ki bu insanda, indi mən qarışdıra bilərəm anima və animus terminlərinin hansına aid olduğunu. Yəni qadında kişi tərəf, kişidə isə qadın tərəf olduğunu qeyd edir və onları tam bütöv şəklində təsvir edir. Bu tamamilə fərqli bir şeydir və bunu psixoloqlar, dırnaqarası psixoloqlar öz-özlüyündə düzgün qəbul edərək, yəni ki, dəyişdirərək, güya ki, həqiqətən də Carl Gustav Jung'un o fikrinə əsaslanaraq necəsə elmdən kənar tətbiq etməyə çalışırlar, hansı ki, diqqət çəkmək məqsədindəndir, amma heç tövsiyə etmirəm. Qadın enerjisi, kişi enerjisi, sən qadını özünə cəlb etmək üçün bu enerjini artırmalısan filan texnika ilə və yaxud da əksinə kişiləri özünə cəlb etmək üçün qadın enerjini artırmalısan filan texnikanı sənə tətbiq edirəm, qaçın belə insanlardan. Bir insanın münasibətləri onun dediyim kimi düşüncə tərzi ilə şəkillənir. Yanaşma tərzi, reaksiyaları,
gözləntiləri, ünsiyyət qurmaq bacarığı və s. bütün bunlar rol oynayır. Siz qadın enerjinizi yüksəldərək o dırnaqarası psixoloqların köməyi ilə heç bir şey əldə edə bilməyəcəksiniz. Digər bir yanaşma tərzi isə narsist deyilən bir terminin ortaya atılaraq bütün videoların onun üzərində çəkilməsi, bütün yanaşmaların onun üzərində qurulmasıdır. Baxın, təsəvvür edin ki, bir xanım yoldaşına münasibət problemi yaşayıb, boşanma həddinə qədər gəlir və psixoloqa müraciət edir ki, mən boşanmaq istəyirəm, amma qərar verməkdə çətinlik çəkirəm. Psixoloq biraz söhbət edəndən sonra ona deyir ki, sənin yoldaşın narsistdir. Yəni ona görə səndən bir şəkildə davranır. Narsistdir, ondan uzaq durmaq lazımdır, başlayır məsləhət verməyə. Və yaxud da əksinə bəy soruşur, psixoloq da məsləhət alır. O da xanımın narsist olduğunu qeyd edir. Tanımadan, görmədən, bilmədən müəyyən davranışlar əsasında qarşı tərəfə diaqnoz qoyur. Halbuki psixoloqların diaqnoz qoymağa haqqı yoxdur. Burada deməyə çalışdığım nədir? Xəstələrin beynəlxalq təsnifatı var və orada bölgülər var. İstər beynəlxalq təsnifat 10-cu nəşr, istər 11-ci nəşr. İndi siz ən son nəşrinə belə baxa bilərsiniz. Mən daha çox 10-cu nəşrdən istifadə edirəm. Bu təsnifatda göstərilir bütün diaqnozlar və onların əlamətlərini də başqa kitablardan oxuya bilərsiniz. Yəni diaqnozlar kodlarla göstərilir. Və biz psixoloqlar həmin diaqnozları bilirik ki, misal üçün hansı diaqnozun hansı əlamətləri var, amma diaqnoz qoymağa belə deyim, ixtiyarımız yoxdur. Bu dırnaqarası psixoloqlar da müəyyən bir xüsusiyyətlərdən dolayı başlayırlar digər insanlara diaqnoz qoymağa. Filan kəs narsistdir, ona görə səndən belə davranır, filan kəs misal üçün paranoiddir, ona görə səndən belə davranır. Bu şəkildə yanaşırlar. Və ən pis cəhət də budur ki, bir-iki xüsusiyyətə görə tanımadığı adama narsist diaqnozu qoyur. Halbuki bilmir ki, narsistlik bir şəxsiyyət pozuntusudur. Bunu başqa əlamətlərdən necə fərqləndirmək olar. Bu şəkildə yanaşırlar. Əslində, bəzi psixoloqlar ümumiyyətlə məlumatsızdır bu barədə, savadsızdır, təəssüflər olsun ki, və oradan-buradan topladığı məlumatlar əsasında başlayır digər insanların diqqətini çəkməyə. Amma bəzilərinin isə məlumatı var, sadəcə bir marketinq taktikası kimi digər insanların diqqətini çəkmək üçün, axı bizim cəmiyyətimiz sevir başqa insanları günahkar çıxarmağa, başlayırlar insanların diqqətini çəkməyə. Filan kəs narsistdir, narsistin 5 əlaməti, narsistin 5 xüsusiyyəti və s. videolarla. Bu yanaşma tərzinə diqqət yetirməyinizi tövsiyə edirəm. Başqa bir xüsusiyyət, yəni uzaq durmanız gərəkən məqamlardan biri də budur. Hansı ki, bəzən psixoloqlar olur ki, bir-iki texnika görürlər, maraqlı insanların diqqətini çəkə biləcək, ya rahatlama texnikaları ola bilər burada, vizualizasiya ola bilər və s. Bu texnikaları öyrənirlər və başlayırlar bununla bağlı ya təlim təşkil etməyə, ya da bir seanslıq nəsə bir şey təşkil edirlər ki, bir seansa sənə bu texnikanı tətbiq eləyəcəm, sən bütün travmalardan azad olacaqsan və yaxud da sənin beynini format eləyəcəm mən bu texnika ilə. Belə vədlər verirlər və təəssüflər olsun ki, bu da elmdən kənar bir şey olduğuna görə real nəticə vermir. Baxın, psixologiyada müxtəlif texnikalar var. Amma bu texnikaların əsas mahiyyəti budur ki, biz o texnikalardan yerli-yerində terapiya zamanı, yəni harda lazımdırsa orada istifadə edək. Və bu müəyyən mənada nəticə verir. Misal üçün təşviş pozuntusundan, generalizə olmuş təşviş pozuntusundan əziyyət çəkən bir şəxs ilk vaxtlarda rahatlama texnikalarına ehtiyac duyur. Biz ona nəfəs texnikaları edirik, bədən fərqindəliyini artırırıq. Yəni insanın bir növ diqqətini öz bədəninə fokuslamaq, hisslərinə fokuslamaq. Axı o çox təşvişli olur. Öz diqqətini ancaq problemlərə fokusladığı üçün bədənindən uzaq qalır, hissiyatı zəif olur. Ona görə də ilk başlarda biz ona rahatlama texnikaları tətbiq edə bilirik. Amma o dırnaqarası psixoloqlar götürür o rahatlama texnikalarını bir seans şəklində edir. Güya ki, sizə nəsə bir rahatlıq verəcək, güya ki, sizə ekstra bir köməklik göstərəcək. Düzdür, ilk başlarda nəsə bir rahatlama hiss edirsiniz, düşünürsünüz ki, yəqin ki, bunun təsirindən dolayıdır. Amma təəssüflər olsun ki, onun qalıcı bir nəticəsi olmur. Burada ehtiyatlı olmaq lazımdır. Sizin enerjinizi yüksəldən, sizin beyninizi format eləyən və s. texnikalardan uzaq durmaq lazımdır. Mən reallığı burada izah edirəm və düşünürəm ki, bir insanın, əgər o insan təbii ki, psixoz deyilsə, psixozlardan əziyyət çəkmirsə, yaxud da şəxsiyyət pozuntusu yoxdursa, onun təfəkkür tərzinə külək dəsməyə baxdım. Onun
tərzinə təsir göstərərək onun həyatına müdaxilə etmək olar. Təbii ki, şəxsiyyət pozuntularında da insanın təfəkkür tərzinə, davranışlara verdiyi reaksiyalarına, baxış bucağını dəyişəndən sonra davranışları müəyyən qədər nizamlanır. Siz necə düşünürsünüz bu haqda? Sizcə insanın təfəkkür tərzi ilə işləmək, onun düşüncələrə, situasiyalara baxış tərzinə təsir göstərərək terapiya prosesi aparmaq daha yaxşıdır, yoxsa keçici texnikalarla və yaxud da qadın enerjisi, kişi enerjisi deyilən o naməlum, mənşəyi bilinməyən məlumatlarla insana təsir edərək müəyyən məmnunluq əldə etməklə aparılmalıdır terapiya? Biraz cümləm qarışıq oldu, yəqin ki, başa düşdünüz. Siz də öz fikirlərinizi qeyd edin. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. YouTube kanalıma dəstək olmağı, kanalıma abunə olmağı, bu videonu bəyənməyi və fikirlərinizi bölüşməyi unutmayın. Ümid edirəm ki, səs yaxşı getdi, mikrofonu tutmuşam və küləklə əsməyə vaxtı. Neysə, hələlik.